Bismillah. Bürclərin 30 marta ən düz proqnozu. 30 mart üçün bürclərin ən real və konkret proqnozu belədir. Qoç, bugün qərar verməkdə tələsmə, iş və pul mövzusunda riskli addımlar sonradan peşman edə bilər. Axşam saatları daha uğurludur. Buğa, maddi baxımdan müsbət xəbər ala bilərsən. Kiçik gəlir və ya gözlənilməz qazanc ehtimalı var. Ailə ilə bağlı xoş anlar yaşayacaqsan. Əkizlər, ünsiyyət günüdür. Yeni tanışlıqlar sənə gələcəkdə fayda verəcək. Amma sözlərinə diqqət et. Yanlış anlaşılma mümkündür. Xərçəng, daxili gərginlik hiss edə bilərsən. Pul xərclərində ehtiyatlı ol. Günün ikinci yarısı daha sakit və rahat keçəcək. Şir, şans səndən yanadır. Xüsusilə iş və karyera sahəsində irəliləyiş mümkündür. Özünü göstərmək üçün ideal gündür. Qız, planlarını dəyişmək məcburiyyətində qala bilərsən, amma bu dəyişiklik sənin xeyrinə olacaq. Sağlamlığına diqqət yetir. Tərəzi, maliyyə məsələlərində diqqətli ol. Borc vermək və ya almaq üçün uyğun gün deyil. Sevgi həyatında isə canlanma var. Əqrəb, gərgin gün ola bilər. Ətrafındakı insanlarla mübahisədən uzaq dur. Səbirli olsan günün sonunda rahatlıq tapacaqsan. Oxatan, yeni imkanlar qapını döyə bilər. Xüsusilə iş və təhsil sahəsində uğur ehtimalı yüksəkdir. Enerjin çox olacaq. Oğlaq, pul məsələlərində sabitlik var. Böyük qazanc olmasa da içki də yoxdur. Planlı hərəkət etsən yaxın günlərdə qazanc artacaq. Dolça, gözlənməz xəbər ala bilərsən. Bu xəbər həyatında kiçik dəyişikliklər yaradacaq. Yeni ideyalar üçün yaxşı gündür. Balıq, duygusal gün olacaq. Keçmişlə bağlı düşüncələr səni məşğul edə bilər. Amma bu yeni başlanğıclar üçün zəmin yaradır. Pulda ən şanslı bürclər. Buğa, şir, oxatan. Gərgin gün yaşayanlar. Əqrəb, xərçəng, tərəzi.